Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdü ve sena lillah rabbil alemin. Vel aqibetu li ehli taqwa vel yaqin. Ve bihi nesta'in ve huve hayrun nasirin vel mu'in. Amma ba'd. Zoşan Kəbir duasında Allah'a edilen münacatlar, Allah'a edilen dualar Allah'ın sifətləri ilə vəsf olunur. Yəni bir insan Zoşan Kəbir duasını oxuyanda diqqət eləsə, görər ki, Allah'a etdiyi dua, Allah'a etdiyi münacat Allah'ın sifətləri ilədir. Yəni Allah'ın sifətləri orada vəsf olunur. O hissədən bir cümləsi belədir ki, Ya Allaməl Quyub, ey qeybləri bilən, Ya Qəffarəz Zunub, ey günahları bağışlayan, Ya Səttaral Uyub, ey eybləri örtən. Allah'ın gözəl sifətlərindən də biri Səttaral Uyubdur. Yəni Allah eybləri örtəndir. Bu da Allah'ın bəndələrinə olan rəhmətidir. Allah'ın bəndələrinə olan bir lütfüdür ki, bir insan, bir bəndə günah edərsə, Allah onu örtər. Yəni onu aşkar etməz. Allah istəmir ki, bir bəndəsi günah etdiyi zaman onun günahını hamı bilsin. Niyə? Çünki günah insanın abrını, insanın hörmətini aradan aparan amillərdəndir. Məsələn, biz baxsaq cəmiyyətdə bir insan çox günah edəndirsə, ümumiyyətlə günah əhlidirsə, məsələn, şərab içəndir, söyüş söyəndir, qeybət edəndir, böhtan atandır, bu cür günahları yerinə yetirən və digər günah əhli olan şəxs baxır ki, cəmiyyətdə çox hörmətsiz adamdır. Yəni, insanlar ona hörmət eləmir, onun sözünü qəbul eləmir, ona ehtiram eləmir. Artıq onun abrı həyası gedir, o qədər günah edir ki, artıq insanların ona güvəni, insanların ona etimadı aradan gedir. Amma Allah yenə də bəndələrinə qarşı ərhəmər-rahimindir, bəndələrinə qarşı mərhəmətlidir. İstəmir ki, bir bəndəsinin günahını digər insanlar bilsin. Ola bilər, həmin insan etdiyi günahdan peşman olar, etdiyi əməldən istiğfar eləyər, Allahdan günahın bağışlanmasını istəyər, Allah onun günahını bağışlayar və insanların arasında da belə bir xüsusiyyət var, belə bir adət kimi deyək var. Bir insan bir müddət günahkardır, Allaha qarşı üsyan edib, asi olub, amma zaman gəlir, etdiyi əməllərdən peşman olur, günahından peşman olur, istiğfar eləyir, Allah onun günahlarını bağışlayır və o şəxs elə bir həddə gəlib çatır, görürsən, başqasına bir tövsiyə eləyəndə, bir nəsihət eləyəndə, gözəl bir söz deyəndə digər insanlara bu hal xoş gəlmir. Və onun köhnədə etdiyi əməlləri, onun köhnədən etdiyi günahları onun üzünə vurur. Ona görə Allah deyir ki, Allah Səttaral Uyub, yəni eybləri örtəndir. İnsanlar da gərək çalışsınlar ki, Allahın bu sifəti ilə, yəni Səttaral Uyub sifəti ilə özünü tərbiyələndirsin, özünü nizama salsın ki, insan günah edər, günahsız bir insan yoxdur. Amma heç kimə haqq verilmir ki, o şəxsin günahını başqa birinin yanında desin. İslam əxlaqında, İslam hədislərində, İslamın göstərişlərində bu əməl bəyənilməyən və rəzil sifətlərdən biridir. Ki, bir insan birinin eybini başqasının yanında açar. İslam əxlaqında buna deyərlər nəmmamlıq, yəni ən-nəmimə, söz gəzdirən. Söz gəzdirən İslam əxlaqında bəyənilməyən rəzil sifətlərdən biridir. Allah Resulü sallallahu aleyhi və aleyhi və səlləmdən nəql olunan hədisdə Peyğəmbər buyurur, Əla unabbi'ikum bişirarikum. Peyğəmbər buyurur ki, sizə xəbər verirmi, sizin ən şər adamınız kimdir? Qalu, səhabələr dedi ki, bəla ya Resulallah, bəli ey Allahın Resulü. Peyğəmbər buyurdu ki, əl-məşşəunə bin-nəmimə, yəni söz gəzdirməliyin dalınca gedən. Yəni mənası budur ki, o şəxslər ki, söz gəzdirəndir, iki nəfərin arasında söz aparıb gətirir, birinin eybini başqasının yanında faş edir, ona deyərlər nəmimə. Peyğəmbər buyurur ki, sizin şər adamınız bu şəxsdir. Peyğəmbər bunu deməklə bizə onu bildirir ki, yəni bu cür şəxslərdən özünüzü qoruyun, bu cür şəxslərdən ehtiyat edin ki, əgər birinin eybini gəlib sizin yanınızda danışırsa, sizin də eybinizi gedər başqasının yanında danışır. Başqa hədislərdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, Lə yədxulul cənnətə nəmməmun. Nəmmam olan şəxslər, söz gəzdirən şəxslər cənnətə daxil olmazlar. Həzrət Əmirəl-Müminin əleyhissalam buyurur, bəzən o şəxs özünə təsəlli verir.
Məsələn, bir insanın eybini, etdiyini gedir başqasının yanında danışır, deyəndə ki, bu əməli tərk elə, özünə təsəlli verir ki, bu onun etdiyi əməldir. Mən doğrunu deyirəm, yalan demirəm, ona böhtan atmıram, şər atmıram, onun etdiyi əməli deyirəm. Əmirəl-Möminin əleyhissalam buna gözəl bir cavab verir. Buyurub ki, əsvə'us sıdqi ən-nəmimətu. Yəni, sən ki düşünürsən, sən ki fikirləşirsən ki, sənin dediyin söz doğrudur, Əmirəl-Möminin buyurur ki, belə ən pis əməldir. Baxmayaraq ki, sənin dediyin söz doğrudur. Ən-nəmimə, yəni söz gəzdirməlik. Baxmayaraq ki, sənin dediyin söz doğrudur. Filan kəs filan eybi edib, sən onu baxmayaraq ki, etdiyinə görə, yəni gəlib mənim yanımda ya başqasının yanında fahiş edirsənsə, bunun özü doğru olmağına baxmayaraq, bu ən pis doğrudur. Yəni, hər doğrunu hər yerdə demək olmaz. Hər doğrunu hamının yanında aşkar eləmək olmaz. Əmirəl-Möminin əleyhissalam buyurur ki, bu ən pis doğrudur. İmam Sadiq əleyhissalam yenə buyurur ki, 4 şəxs cənnətə daxil olmaz. Birinci kahin, münafiq, şərab içən və qəttab, yəni nəmmam. Yəni, o şəxslər ki, söz gəzdirir, insanların arasında bir-birinin eybini digərinə çatdırır. Peyğəmbər də buyurdu, imam da buyurdu ki, bu şəxslər cənnətə daxil olmaz. Bəzən də belə bir halla da rastlaşırıq ki, hamı bunun şahidi olub. Məsələn, bir insan özü o eybi edir, özü haram iş görür, günah edir, Allahın əmrlərinə qarşı çıxır və yanında olan bir şəxsə onu edəndə insanların diqqətini özündən yayındırmaq üçün o şəxsin eybini başqalarının yanında aşkar edir. Başlayır onun eybini insanların yanında deməklə onu müzakirə obyektinə çevirir ki, insanlar onun özünün etdiyi əməli neynəsin, tərk etsin. Daha ona yönəlməsinlər ki, sən də bunu elirsən, sən bu əhli eləmirsən, yox. Yəni, o başqasının eybini insanların arasında aşkar eləməklə insanların fikrini özündən yayındırır ki, öz eybini insanlar bilməsin. Bu halda Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurur əleyhissalama ki, Ya Ali, İzə rəəytən nəsə yəştəğilunə bi'uyubin nas, fəştəğil əntə bi'uyubin nəfsik. Ya Əli, elə ki gördün insanlar bir-birinin eybini aşkar eləməklə məşğuldular. Yəni, bir-birinin eybi ilə məşğuldular. Görsən, oturub 3 nəfər, 4 nəfər, filan kəs bu işi gördü, filan kəs bu haram işi gördü, filan kəs bu sözü belə dedi. Həm qeybət olur, həm onun abrını aparırlar, həm onun eyblərini aşkar edirlər, nəmmamlıq edirlər, onun eybləri ilə məşğuldular. Peyğəmbər bu məqamda buyurur ki, ya Əli, sən öz eybinlə məşğul ol. Başqa hədisdə Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurur, Mən satara alə muslimin, satarahullahu fid-dünya vəl-əxirə. Hər kim müsəlman bir şəxsin eybini örtə, yəni onu kiminsə yanında danışmaya, onu gizlin saxlaya, satarahullahu, Allah da onu dünya və axirətdə onun eyblərinin üstünü örtər. Görün, nə gözəl əməldir. Bir insanın eybini örtbasdır eləmək. Mümkün o insan utanar, xəcalət çəkər, etdiyi əməldən peşman olar, tövbə eləyər. Ramazan ayının 6-cı günün duasında oxuyuruq. Allahümmə la təxzulni fihi litəarridi məəsiyyətikə və la tadribni bisiyati nəqimətik. İlahi, bugün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam qamçılarıyla vurma. Yəni, insan hər gün görürsən xəta edir, günah edir, səhv edir və Allaha dua edir ki, ilahi, məni bugün etdiyim əməllərə görə, bugün etdiyim səhvlərə görə, bugün etdiyim o xətalara görə, günahlara görə məni danlama, məni rüsvay eləmə. Əslində, insan burada Allaha dua etməklə ki, biz dedik ki, Allah səttaran uyubdur. İnsan burada dua etməklə onu Allahdan istəyir ki, yəni bir insanın vasitəsi ilə onun eybinin açılmasına ilahi razı olma. Yəni, mən etdiyim əməldən peşmanam, tövbə edirəm. Mənim eybimin aşkar olmasına ilahi razı olma, məni rüsvay eləmə. İnsan hər bir halda gərək Allaha üz tutsun və unutmasın ki, bütün eybləri örtən Allah bəndəsinə qarşı daha mərhəmətlidir, bəndəsinə qarşı daha ərhəmər-rahimindir və etdiyi günahlardan tövbə eləsin, peşman olsun, günahların bağışlanmasını Allahdan istəsin. Sonra oxuyuruq ki, وَزَحْسِحْنِي فِيهِ مِنْ مُوجِبَاتِ سَخَتِكَ بِمَنِّكَ وَأَيَادِكَ يَا مُنْتَهَى رَغْبَةِ الرَّاغِبِينَ. Bugün məni sənin qəzəbinə səbəb olan işlərdən uzaq et. İnsan gərək düşünsün ki, əməli yerinə yetirməmişdən qabaq,
bir söz deməmişdən qabaq ki, Allah bu əmələ qəzəblənər ya yox. Mən bu sözü deyirəm, Allah bu sözün razılığını verib ya yox. Yəni Allah bu sözə qəzəblənər yoxsa yox. İnsan gərək onu düşünsün, sonra əməl eləsin. Ki Allah da insanı Allahın qəzəbinə olan əməllərdən uzaq qərar versin. Bəxşiş və nemətlərinə and verirəm. Rəğbət edənlərin rəğbətlisinin müntəhası. Nə gözəl bir ifadədir. Rəğbət edənlərin rəğbətlisinin müntəhası, yəni sonu. Rəğbət yəni istəmək. İnsan görürsən bir şeyə rəğbət bəsləyir, bir şey istəyir. Amma yenə də görürsən insan kimdən nə istəsə də, kimdən nə umsa da, yenə də əlini ümidi üzüləndə yenə də üz tutur Allaha. Yəni artıq o istəyənlərin, rəğbət bəsləyənlərin müntəhasıdır, yəni sonudur. Yəni Allahdan başqa bir kəs yoxdur ki, insan ümidini üzəndə ona tərəf getsin. Allah bütün ümidləri, yəni ümidin üzənlərin son ümid yeridir. Ona görə insan gərək neynəsin? Allaha ümid bəsləsin. Allahdan başqasına ümid bəsləməz və Allaha ümid o həddə olsun ki, yəni ümidini heç vaxt üzməsin. Quran-ı Kərimdə buyurur ki, Allahdan ümidin üzənlər şeytana uyanlardır, şeytana itaət edənlərdir. Allah bugün etdiyimiz duaları qəbul eləsin, tutduğumuz orucu qəbul eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.